Bizim deməli 24-cü elementimiz var. Kim idi o? Hansı element idi? Krom 24 idi. Aha, krom 24. Bunu elektron formulu necə yazacaq? 24 payla yazın. Bəli, payla bakıyorum. 24'ü payla, elektron formulunu de mənə. Paylandı. Hı. Paylandı. Aslında 3D 4 oldu. Ama burada 4 edilir. 3D 5 3 Aha. Niyə görə dedik buna? Belə yazırıq. Aha. Buna deyirdik küresel simmetriya, düzdür? Küresel simmetriyada böyle bir şey var idi ki, ya yarım dolu olsun ya da tam dolu olsun, düzdür? Aha. Görür ki, deməli S baxır görür ki, məndə 2 elektron var, D'də 4 elektron var. O elektron biri verir ki, o da yarım dolu olsun, mən də yarım dolu olsun. Başa düşdün? Buna demişdik küresel simmetriya. İndi bizdə necə olacaq? Elektron formulu necə olacaq? 4 istəyir 3D o. Asıl 4 S1 3D o. Mən də sənə deyirəm ki, deməli 4-cü dövr 8-ci qrup elementi olsun. 4-cü dövr. Aha, 8-ci qrup. B yarım qrupu, yəni B D elementi olsun. 4-cü dövr.